Salam hörmətli izləyicilərim. Bugün belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu naxış da çox asandır toxunması. Bunu da jiletə, jaketə, yay koftalarına, nəyə istəsəz toxuya bilərsiniz. Sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. Burada rezinka hissəsini mən belə yığmışam. Kim necə istəyir hələ də toxuya bilər. İlməkləri də milin üstünə 5-5 yığırıq, 2 də artıq. Yəni mən bugün belə 3 dənə naxışı göstərəcəm buradan. 3, 15, 2 də kənar ilmək, 17 ilmək. Belə bir sapımı götürürəm. 17 ilmək yığıram milimin üstünə. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 ilmək naxış üçün 2 də kənar ilmək yığıram. Cəmi 17 ilməkdir. Buradan düyün atıram, açılmasın. Sapı da kəsib götürürəm. İndi mən burada rezinka toxuyan deyiləm. Elə bil tərs toxuyacağım bu üzdən. Bir sırada o birisi üzdən, tərs üzdən. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Bir sırada tərs üzdən toxuyuram. Buranı da tərs toxuyuram. Kənarı götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi bu üzdən düz üzüdür. Kənar ilməni götürürəm. Belə qalan ilməkləri düz toxuyuram bir sıra. Tərs üzdən indi birinci ilməyi götürdüm, kənar ilməyidir. Burada artırma edirəm. Birini artırıram, tərs toxuyuram. Yenə birini artırdım, tərs toxudum. Axıra qədər bu formada bir artırma edirəm, birini toxuyuram.
Burada artırma eləmədim. Yadımdan çıxdı. Toxuya gelmişəm. Açın bunu. İndi düz üzdən yenə kənarı götürürəm, toxumuram. Bu artırdığım ilməkləri açıram. 1, 2, 3, 4, 5 ilmək. Sonra bunları bu milin üstündə, bu birisi milin üstə keçirdib 5 ilməyin içindən bir ilmək çıxardıram. Birini artırıb yenə də birini çıxardım. Yenə birini artırdım, birini çıxardım. Elə bil 5 ilməkdən 5 ilməyi çıxardıram. Burada yenə də açıram. 1, 2, 3, 4, 5 ilmək. Təzədən bu 5 ilməyin belə içindən bir ilmək çıxardıram. Sonra artırma edirəm. 3, 4, 5 ilmək. 5 ilməkdən yenə 5 ilmək çıxardım. Yenə 1, 2, 3, 4, 5. Yenə bu 5 ilməyi, 5'ini də bir yerdə götürüb içindən bir ilmək çıxardım. Birini artırdım. Yenə birini çıxardım. Yenə birini artırdım. Birini çıxardım. Kənarı da tərs toxudum. İndi tərs üzdən hamısını tərs toxuyuram. Kənarı götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənarı yenə tərs toxudum. İndi bura düz üzüdür. Buranı buradakı kimi yenə 4 sıra toxuyuram. 2 sıra düz üzdən düz. Tərs üzdən də tərs, yenə eyni şeyi təkrar edirik. Bu naxışı, artırmaları arxa üzdən edirik, tərs üzdən. Belə bu formada. Sağ olun, gələn videomda görüşənə qədər.